Salam, xəbərin brendi günün trendi efirdədir. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhidlərimiz Fikrət Əzizov, Elçin Quliyev, Cəmil Rəhimov dəfn edilib. Uca Allahdan hər birinə rəhmət diləyirik. Bugün Vətən müharibəsi şəhidi Rövşən İsmayılovun doğum günüdür. O 1999-cu il oktyabrın 30-da Bakı şəhərində anadan olub. Rövşən İsmayılov 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətinə gedən döyüşlərdə savaşıb. Rövşən İsmayılov oktyabrın 13-də snayper gülləsi nəticəsində şəhid olub. Tarix oldu şəhidlərin hərəsi, borcludur sizə əbədi məncə, o yerlərin bugünkü mənzərəsi. Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiyə İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda gənc arıçı layihəsinin iştirakçılarından biri olan Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər. Yeni kanalizasiya kollektorları və tullantı sular üçün su təmizləyici qurğularının tikintisi layihələrinə başlanılıb. Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikintisidir. Ümumi uzunluğu 23 km, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikintisidir. Ümumi uzunluğu 23 km, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci sahə və Xocəsən gölü ətrafı ərazilərini əhatə edəcək. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyasıyla qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir. Geniş ərazilərdə qurulma imkanı yaradır və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər yeni kollektorlar vasitəsilə daşdan tullantı suların su təmizləyici qurğulara ötürülməsi və təmizlənməsi, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək. Bugün Quba və Qusarın dağlıq ərazilərinə ilin ilk güclü qarı yağıb. Ən çox qar rayonun Qırız və Xınalıq kəndlərinə yağıb. Qırız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 cm çatır. Qusarın Ləzə kəndində isə 3 cm qar qeydə alınıb. Manşet Az saytının rəhbəri Famil Fərhadoğlu'nun sosial şəbəkələrdə paylaşdığı video trend olub. İnsanlar bu videonu paylaşıb və şərhlər bildiriblər. Belə ki, azyaşlının maşın yolunda skuter sürməsi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Baxın, yolun içərisində hoqqa verir. Baba, bu uşaq. Az yaşlı da uşaqdır. Səhər bu hansısa sürücü vurub öldürəndə deyəcəklər ki, sürücü kiminsə balasını bədbəxt elədi. Bir dənə çıxartdığı hoqqaya baxın. Baxın, manevrlərə baxın. Masazırda Yusif Məmmədəliyev küçəsinin sakinləri artıq 6 gündür ki, küçənin bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər. Qaynar xəttimizə göndərilən videonu izləyək. Qaynar xəttimizdən söz düşmüşkən 051 583 24 08. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz videoları çəkirsiniz və 051 583 24 08 qaynar xəttimizə göndərirsiniz. Biz də sizin çəkdiyiniz videonu trend edirik.
Azərbaycan Premyer Liqasında mübarizə aparan İmişli klubunun paylaşımı maraqla qarşılanıb. Paylaşımda 2 foto yer alıb. Pələng şəklinin qarşısına Qəbələdən sonra növbəti oyuna hazırlaşan biz, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə rəqibimizin Qarabağ olduğunu yadımıza salanda sözləri yazılıb. Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Sərdar Nəsirov müharibə zonasında aldığı xəsarətlərdən həyatını itirib. Döyüşlərdə Rusiya tərəfindən iştirak edən Sərdar Nəsirovun cənazəsi bu gün Bakıya gətirilib və Türkandakı qəbirstanlıqda dəfn edilib. Rusiyanın Ural bölgəsinin Sverdlovsk vilayətində itkin düşmüş Azərbaycan əsilli sahibkar İlqar Xanadanovun meyidi tapılıb. 49 yaşlı sahibkar oktyabrın 24-də Zerechində itkin düşmüşdü. 5 günlük axtarışlardan sonra ailə üzvlərinə onun cəsədinin Mercedes markalı maşınından tapıldığı bildirilib. Nizami rayon polis idarəsi əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 67 kiloqrama yaxın narkotik vasitənin satışını qarşısı alınıb. Diqqət, bütün əməkdaşların nəzərinə. Hyundai Elantra minik. Diqqətli olun, sizin istiqamətdə gəlir. Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb. Keçirilən əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən idarə etdiyi Hyundai markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb. Bu nədir? Pardon əldə eləmişsin. Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub. Faktlarla bağlı Nizami rayon polis idarəsində cinayət işləri başlanılıb, araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir. Yusif Məmmədəliyev küçəsi ev 7-nin qarşısında güclü külək nəticəsində Bakı şəhər sakinləri 21 yaşlı Nəzrin Mikaylovanın, 32 yaşlı Arif Şakiroviçin və 23 yaşlı Ramil Hüseynovun üzərinə çınar ağacı aşıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Ötən gündən Türkiyə mediasında Türkiyə dövlət bayrağını yerə düşməyə qoymaması ilə gündəm olan süpürgəçi mükafatlandırılıb. Düzce Bələdiyyəsi tərəfindən Cümhuriyyət Günü münasibəti ilə təşkil olunan sosial eksperimentdən üzaq çıxan Ruqiyyə Tuna adlı qadına xüsusi təşəkkür edilib. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.